Hə, köhnələr, son günlər gündəmdə olan yaşur xəstəliyi haqqında sizi məlumatlandırmaq istəyirəm. Çünki görürəm ki, bu çox belə bir geniş yayılıb bu söhbət. Mən əminəm ki, sizə maraqlı olar bir balaca bu yaşur xəstəliyi haqqında məlumatınız olsun. Yaşur xəstəliyi, yəni elmi dillə biraz deyəcəm, amma sonra açıqlama verəcəm loru dildə ki, biraz anlaşılmalı olsun. Zoonoz xəstəliyi sayılır. Zoonoz xəstəliyi nə deməkdir? Yəni heyvandan insana keçə bilər. Bu da ki, artıq özü ilə böyük bir təhlükə yaradır bizim üçün, insanlar üçün. Sonra həmçində bu yaşur xəstəliyinə aftoz hərarət adlandırırlar. Aftoznaya lixoradka. Heyvanlarda onların simptomu belə keçir. Yəni slizli bölmələrdə, slizil, məsələn, burun, ağız, başlayır yaralar əmələ gəlməyə, sonra o yaralar partlayırlar, çoxalırlar, yaralar çox ağırlı olur, heyvanın boğaz layihəsi içəridən şişir, yemək qəbul edə bilmir, çəki itirir, sonra başlayır axsamağa, yəni onun skeletində müəyyən təsirlər olur, onun skeletinə, oynaqlarına və nəticədə heyvan tələf olunur. İnsan. Ən pis tərəfi bunun, necə mən artıq vurğuladım, həmən bu xəstəlik, yəni heyvandan, iri buynuzlu ya da xırda buynuzlu heyvandan insana keçə bilir. Yəni təəssüflər olsun. O da ki, hansı yolla keçir? Bir yoldan biri, məsələn, münasibət, təmas yolu ilə, hava damcılı, məsələn, vazdushni kapelinin, həmçində heyvan əgər hansısa bir əşyaları istifadə edibsə, nə bilim, bir taxtadır, nədir, insan onu əl vuranda o şəkildə də keçə bilər, əgər insanın üzərində müəyyən bir açıq tipli yaralar varsa. İnsan da ağır keçirdir bu xəstəliyi. Onu da bir dənə vurğulayım, yaddan çıxdı deməyə ki, həmçində bu yaşur xəstəliyə, yəni məruz qalan heyvanı əgər sonra biz evdə pişiririk, termik hətta təsirdən də keçirdirik, yəni termik obrabotka pişiririk. Yenə də bu tam əminlik vermir ki, həmən o yaşur, yəni virusu bizə yoluxulmayacaq. Yəni buna arxayın olun. İnsana təəssüf ki, yemək vasitəsilə də keçir, həmçində süd ağartı məhsulların vasitəsilə pastörizə olunmamış süd, məsələn, kəsmik, məsələn, xamar. Yəni çox diqqətli olmağımız bu anlarda məsləhətdir. Neysə, insanın belə deyək, yəni yaşlı təbəqəsi daha yaxşı keçirdir bu xəstəliyi, halbuki amma cavan nəsil, yəni uşaqlar üçün biraz bu çox təhlükəlidir. Yəni uşaqlarda biraz ağır keçir, hətta boğaz layihəsi, burun layihəsi tutulur, sonra pnevmoniya keçə bilər, həm də gastroenteroloji problemlər də yarada bilir. Neysə, indi məsələ bunda deyil əsasda, yəni bunu mən sizə məlumat verdim, çox əminəm ki, siz bu məlumatı, yəni dinlədiniz və özünüz üçün bir xeyir oldu bu, bir nəticə çıxartdınız. Yəni ki, deyir, preduprizyon, varujon. Yəni, indi sizə lazım olan məlumat yaşur haqqında var. Amma indi mən bu çıxışımın ikinci hissəsinə də baxın, orada bir balaca səbəblər haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, bizim ölkədə olan baytarlıq vəziyyəti, kənd təsərrüfatı, yəni mən əminəm ki, sizin üçün maraqlı olar bu söhbət. Hələlik bu qədər. Keçin bu videonun ardına da baxın. Qəlbdən qəlbə.